Məcnun Leylini sevirdisə, niyə sonda onu rədd elədi? Onunla olmaqdan niyə imtina elədi? O deyir, get, sən həmin Leyli deyilsən. Çünki Məcnun eşqini elə bir mərtəbəsinə ucalmışdı ki, sevgisini ilahiləşdirmişdi. Leylini sevə-sevə onsuz yaşamağa o qədər öyrəşmişdi ki, real həyatdakı Leyliyə yox, öz xəyalında yaratdığı Leyliyə aşiq olmağa başlamışdı. Bəlkə də xəyalı ilə hər gün danışırdı, dərdləşirdi. İnsan bəzən qovuşa bilməyəndə xəyalında yaradır o insanı və xəyalında sevir. Onu özü üçün o qədər ideallaşdırır ki, realdakı insan heç vaxt o qədər mükəmməl və müqəddəs ola bilməz. Əgər qovuşsaz, bütün o illüziya, ideal eşq, mükəmməl insan təəssüratı dağılıb gedəcək. İnsan bunun baş verəcəyini içdən-içə bilir əslində. Bundan qorxduğu üçün də realda qaçır sevdiyi insandan. Çünki bilir, yaxınlaşsa, o onun təsəvvüründəki ideal sevgi olmayacaq. Ona görə içdən-içə deyirsən ki, get Leyli, sən